Bilirsiniz, ideal mənliyin yoluna fokuslanmaq deyə bir şey var. Xoşbəxtliyin əsas sirri zaten ordadır. Biz xoşbəxtliyin sirrini orada kəşf eləyirik ki, biz yolda gedirik və hər şeyi Allaha həvalə etmişik. Biz heç bir şəkildə nəyinsə gözlənti içərisində olmuruq. Əgər mənim 1 milyon dollar hədəfim varsa, bu mənim üçün uğur deyil. Bu mənim üçün sadəcə yolda gedirəm. O mənə bir gün nə vaxtsa olacaqsa olacaq. Bu mənim getdiyim yolda mənim üçün uğur sayılacaq, məni xoşbəxt hiss eləyəcək bir hissdir. O zaman uğuru biz maddiyyatla əlaqələndirməməliyik. Ya necə? Maddiyyatla bilirsiniz necədir? İnsan ümumiyyətlə nəyi xoşbəxt görürsə özündə əlaqələndirilə bilər. Pul insana bədbəxtçilik gətirmir. Pul insana fərqli yollarda insana xoşbəxtlik gətirir, amma xoşbəxtliyi hansı formada görürük biz? Pul sadəcə bir vasitələrdən birisidir. Bizi xoşbəxt eləyəcək bir vasitədən biridir. Amma pulu tamamilə 100 milyon dollarım olmasa mən xoşbəxt olmayacağam düşüncəsi olarsa, əlbəttə ki, pul burada artıq insanın düşüncəsində başqa bir şeyə çevrilib, onun mərkəzində qoyulub o düşüncə.